Bakı şəhəri üzrə Təhsil İdarəsi və Mətbuat Şurasının dəstəyi ilə yeni maarifləndirici layihəyə start verilib. Məqsəd, məktəblərin fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində hesabatlılığın təmin edilməsidir. Təşəbbüs çərçivəsində ölkənin tanınmış ictimai xadimləri, təhsil ekspertləri, valideynlər və media nümayəndələrinin iştirakı ilə silsilə görüşlər təşkil olunur. Görüşdə məktəb rəhbərliyi təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı hesabat təqdim edib, müəllimlər innovativ tədris təcrübələrini bölüşüb, şagirdlər isə öz uğur hekayələrindən danışıblar. Bugün açıklanan rəqəmlər də, qeyd olunan fikirlər də onu göstərdi ki, bugün məktəbin konkret hədəfləri var, planları var və o planların həyata keçməsi üçün işlər görülür. Və o mənada biz uğurlar arzulayırıq və inanırıq ki, məktəb uğurlarını növbəti illərdə də davam etdirəcək.